Bu həyata necə başlamağımız bizim əlimizdə deyil. Amma necə bitirməyimiz bizim əlimizdədir. Geriyə baxdıqda ibrət dolu bir keçmiş görürük. O keçmişdə həyata kölə kimi başlayıb, hökmdar kimi ölənlər bəlkə də insanoğluna bəxş edilmiş ən böyük motivasiyadır. Birdən-birə parlayıb bugünkü Özbəkistanı, Türkmənistanı, Tacikistanı, Əfqanistanı, İranı, Pakistanın böyük bir qismini, İraqı, Anadolunun bütün Aralıq dənizinin şərq sahillərini, Hicazı tutan Türk Səlcuq sülaləsi ən böyük sultanları Məlik Şahın ölümündən sonra parçalanmağa doğru gedirdi. Hələ Ərəb xilafətinin dövründən var olmuş türklərdən ordu və sarayda istifadə etmə ənənəsi Səlcuqlar zamanında da var idi. Əsasən, Qıpçaqlardan yığılan bu kölələr bizim bildiyimiz kölə anlayışına daxil deyildi. Onlar suisi öyrədilir və sarayda orada xidmət göstərirdi. Təbii ki, bu seçimlər həmçinin həmin kölənin şəxsi keyfiyyətlərindən də asılı idi. Məhz Eldəniz bu kölələrdən biri idi. Nə zaman doğulduğu, dəqiq harada doğulduğu kimi suallara cavab tapa bilmədiyimiz Eldəniz Qıpçaq türkü idi. Orta əsrlər kölə bazarlarında 40 qul alana 40-cı qulu pulsuz verərdilər. Əsasən tacirlər gözə batmayan, yaraşıqsız qulları 40-cı olaraq təyin edirdilər. O həmin qullardan idi. Dərbənddən Həmədana doğru karvanda qızmar yay günü aparılan Eldəniz, çəlimsiz və balaca olduğundan dəfələrlə arabadan sürüşüb düşürdü. Tacir və ətrafı hər dəfə yardım etsə də, sonuncu dəfə düşəndən sonra yardım etmədilər. Eldəniz artıq həyatda qalmalıydı, özünü karvana çatdırmalıydı və gecə vaxtı vəhşi təbiətdə yem olmamalıydı. Ona görə də bütün gecəni yol getdi və özünü Həmədana çatdırdı. Eldəniz təslim olmadı. Hamı onu Həmədanda gördükdə təəccüb içində idi. Bu arıq çəlimsiz şəxs bunu necə bacardı? Bəlkə də bilmirdilər ki, zəif güclü kimi şəkilləndirdiyimiz insanları əslində heç də tanımırıq. Kölə bazarında satışa qoyulmuşdu. Əbu Həmid Əli ibn Əhməd Əs-Sümeyrəmi Böyük Səlcuq Sultanlığının vəziri idi və o bir gün İraqa gəlib kölə alanda Eldənizin olduğu bazara yaxınlaşdı. Bütün qulları alsa da Eldənizi seçmədi. Eldəniz yenə də görünüşünə görə seçilməmişdi və bu artıq ona o qədər böyük təsir etdi ki, birdən-birə duyğusallaşdı. Əbu Həmid onu gördü. Duyğusallaşmış Eldənizi görəndə ürəyi yumşaldı və onu acıyaraq onu da qul kimi aldı. Özü də bilmədən acımaqla tarixdə böyük bir dəyişikliyə yol açmışdı. Belə ki, həmin dövrdə Səlcuq Sultanlığı Sultan Səncərin hakimiyyəti altındaydı. Yəni 1118-ci ildən bəri Sultan Səncər, Məlik Şahın oğlu dövləti idarə edirdi. Amma İraqı və Azərbaycanı İraq Səlcuq sultanları adlandırılan və Sultan Səncərin qardaş uşaqları olan şəxslər idarə edirdi. O zamanlarda bir çox şiə qruplaşmaları hökumətə qarşı çıxır, çoxlu sui-qəsdlər təşkil edirdi. Bunlardan biri də olan İsmaillər Böyük Türk Səlcuq Sultanlığının vəziri Əbu Həmidi öldürdülər. O zamanki Türk Sultanı II. Mahmud vəzirin bütün əmlakına əl qoydu. Eldəniz də artıq sarayda yaşamağa başladı. Həmin o Sultan Mahmud Səncər tərəfindən İraqa təyin olunmuş bir Türk sultanı idi. O zamanki Türk Sultanı bunu etdikdən sonra Eldəniz artıq saraya alınmışdı. Eldənizin davranışları çox bəyənilirdi. O dikbaş deyildi və böyük iddialara sahib deyildi. Özünə bacarıqlı və sadiq insanlar yetişdirən dövrün sultanları əsasən bu tip kölələrdən istifadə edirdilər. II. Mahmud da Eldənizin xüsusi yetişdirilməsini istəyirdi. Eldənizlə birgə çoxlu gələcək məmlüklər yetişdirilsə də, Eldəniz yenə onlardan fərqlənməyə başladı. Əmir Nəsirin başçılığı altındakı təlimi onda çox böyük inkafa səbəb olmuşdu. Bir müddət sonra II. Mahmud ona güvəndiyindən əhlivan salar vəzifəsini ona təyin etdi. Bu vəzifə mətbəx başçısı vəzifəsi idi. II. Mahmud qısa müddət sonra öldü. II. Mahmuddan sonra taxta II. Toğrul keçdi. Hələ Məlik Şahın dövründən xanımı Türkan Xatunla vəziri Nizamülmülk arasında vəliəhd seçmə münaqişəsi ikisinin də ölməsinə baxmayaraq davam edirdi. Bu ölkədə qruplaşmalara səbəb olmuşdu və əmirlər bir-birinə nifrət edirdi. II. Toğrulun xanımı olan Möminə Xatun çox ağıllı bir qadın idi. O, öz sultan ərinə çox dəstək olurdu. Onların Arslan adında bir övladları oldu. Eyni zamanda Möminə Xatun Eldənizin saray çəkişmələrində kirlənməsinin qarşısını alırdı. Ona heç bir əmrin tərəfini tutmamasını dəfələrlə söyləmişdi. Bu da istər-istəməz II. Toğrulun da Eldənizi sevməsinə səbəb oldu və o məşhur adı qazandı. Məmlük
Eldəniz artıq ikinci Toğrulun Möminə xatunundan olan oğlu Arslanın Atabəyi seçilmişdi. Atabəy titulunu sultanın oğlunu yetişdirən şəxslərə qoyulurdu və bilinən ilk Atabəy titulu 1128-ci illər arasında hökm sürmüş türk sərkərdəsi Dəməşq Atabəyi Toxtakin idi. Yəni ilk Atabəy titulunu alan şəxs Toxtakin olub. 1135-ci ildə Eldənizi Atabəy seçmiş ikinci Toğrul vəfat eləyir. Yerinə isə Sultan Məsud keçir. Sultan Məsudla da arası yaxşı olan Atabəy ondan dinin günəşi mənasına gələn Şəmsəddin adını qazanır. Ardıca yenə taxt savaşlarına qarışmadığından Sultan Məsudun hörmətini qazanır və Məsud onu ikinci Toğrulun dul xanımı olan Möminə xatunla evləndirir. Bu nikahdan doğum tarixləri bəlli olmasa da 2 oğul və 1 qızı dünyaya gəlir. Böyük oğlu Məhəmməd Cahan Pəhləvan, kiçik oğlu isə Qızıl Arslan idi. Sultan Məsud artıq onu Azərbaycanın müəyyən bir qisminə canişin təyin eləyir. Əsasən Şəmsəddin Eldənizin əsas vəzifəsi Araz, Axuren koridorunun yuxarıdakı Ani şəhərinə qədər təhlükəsizliyi təmin etmək, həmçinin də Kür çayı boyunca Beyləqandan Şəmkirə qədər ərazilərdə olan qalalara nəzarət edərək bu torpaqları gürcülərdən qorumaq idi. Belə ki, Səlcuq imperiyası daxilindəki saxlaşmalardan istifadə edən Gürcüstan krallığı Ertsuxi savaşında, ardıca da ən önəmlisi Didqori savaşında Səlcuqları yenmişdi. Didqori savaşında az olan Səlcuq ordusu böyük quzeyli savaşçıların, Qıpçaqların Gürcü ordusuna yardım etməsi səbəbilə yenilmişdi. Bu da Gürcülərin bütün əl qolunu açmış, dəfələrlə Azərbaycana soyğunçu yürüşlər etməklərinə səbəb olmuşdu. Dövlətdəki taxt savaşlarından da heç bir Səlcuq sultanı diqqətini bu cəbhəyə yönəldə bilməmişdi. Həmçinin Azərbaycanın quzeyində hökm sürən Şirvanşahlar dövlətdə faktiki olaraq Səlcuqlara qarşı Gürcülər tərəfində savaşırdı. Məhz belə bir durumda Şəmsəddin də Gürcü hücumu altındakı torpaqların qorunması əmrini vermişdi. Daha sonra Naxçıvandakı nüfuzu Gəncəyə kimi yayıldı. Sadəcə olaraq Azərbaycanın böyük bir qisminin canişini olmaq üçün Kas bəy Arslanın ölümünü gözləməli idi. Kas bəy Arslan Sultan Məsudun ən sevimli canişini idi və bölgənin ən güclü lideri idi. 1151-ci ildə Sultan Məsudun ölümündən sonra bir daha taxt savaşları başladı. 1153-cü ildə Kas bəy Arslanın ölümü ilə Azərbaycanın böyük bir qismini özündə birləşdirdi Böyük Atabəy olacaq şəxs. Atabəy Şəmsəddin Eldəniz artıq güclü idi və siyasi arenaya atıldı. Məlik Şah taxta çıxdı, amma 1153-cü ildə taxtdan düşdü. 1153-cü il, 1159-cu illərdə Sultan Məhəmməd taxta çıxdı. O, Atabəyi bir düşmən kimi görüb, onu yendi. Qəflətən Azərbaycana hücum eləyərək Atabəyi məğlub elədi. Atabəy böyük bir güc itirdi. Arana çəkildi. Amma bu onun sonu deyildi. O karvandan düşdüyü günkü kimi düşdü. Amma təslim olmadı. Bu vaxt Böyük Səlcuq Sultanlığının sultanı Səncər öldü və 1157-ci ildə Böyük Səlcuq Sultanlığı çökdü. Sultan Məhəmməddən sonra 1159-cu ildə taxta çıxan Sultan Süleymanın zamanında güclənməyə başlayan Atabəy 1161-ci ildə Süleymanın öldürülməsindən sonra onun Atabəyi olduğu, yəni Atabəyi seçilmiş Arslanı Həmədana dəvət elədilər. Yəni artıq Arslan sultan olmalı idi. 1161-ci ildə Süleyman öldürüləndən sonra sultanı öldürənlər Şəmsəddinə Atabəyi olduğu Arslanı taxta çıxarmaq üçün hərəkətə keçməyə xahiş elədilər. Artıq zamanı idi. Amma siyasi arenada qarşılarında başqa şəhzadələri qoruyan, taxta çıxarmağa çalışan Atabəylər var idi. Eyni zamanda Bəğdad xəlifəliyi də ölkədə daxili savaşların çıxması üçün digər Atabəyləri dəstəkləyirdi. Bu Atabəylərə Rey hakimi İnanc, Marağa hakimi Nüsrəddin, Arslan Aba ibn Axsunqur Əhmədili, Fars hakimi Atabəy Sunqur ibn Mədud Salquri, Qum hakimi Sökmən ibn Qaymaz, Ərdəbil hakimi Ağquş, Qəzvin hakimi Alp Arqun hamısı Şəmsəddinə qarşı çıxdı. Eyni zamanda 1161-ci ildə Gürcülərin hücumu şiddətləndi. 1161-ci ildə Şəmsəddin oğulluğu Arslanı sultan elan elədi. Daxili savaşlar başladı. İlk olaraq Həmədan savaşında Marağa hakimi Nüsrəddin Axsunqur və dəstəklədiyi Səlcuq şahzadəsi Mahmud Şah ibn Məhəmmədin ordusu ilə Atabəy qarşılaşdı.
İki böyük türk ordusunun dəqiq sayları bilinməsə də, Eldəniz 20 mindən çox atlıya sahib olduğu bəllidir. Eldəniz taxt savaşlarında ilk zəfərini qazandı. Marağa hakimi geri çəkildi, amma tam məğlub olmadı. Sıra Rey hakimi İnancdaydı. İnanc var gücü ilə savaşsa da, dövrün ən böyük məmlükü Atabəy Şəmsəddin Eldənizə yenildi. İnanc bağışlanıldı və İnancın qızı ilə Eldəniz öz oğlu Cahan Pəhləvanı evləndirdi. Bu qələbədən sonra Qum və Ərdəbil hakimləri savaşmadan Eldənizə tabe oldu. Qəzvin hakimi Alp Arğun ordusunu toplayıb Böyük Atabəyə hücuma keçdi. Amma ondan öncəkilərdən bir fərqi olmadı. Şəmsəddin Eldəniz onu da darmadağın etdi. 1162-ci ildə Fars hakimliyinə tabe edildi. Artıq o dəstəklədiyi Arslanı rahat sultan olaraq taxta çıxara bilərdi. Amma bu iç qarışıqlıqdan istifadə edən Gürcüstan ordusu 30 minlik ordu ilə 3-cü Georginin başçılığı altında Ani şəhərini tutub hər kəsi məhv etdi. Vəhşicəsinə qırğınlar törədib, bölgədə özlərini xristianlığı qoruyucusu adlandıran Gürcü ordusu 1163-cü ildə divini tutub 10 min insan əsir elədilər. Kişiləri qılıncdan keçirib, uşaq və qadınları çılpaq soyundurub Gürcüstana kimi apardılar. Bu bardağı daşıran son damla oldu. Taxt savaşlarını qoyub, sürətlə Gürcülərə doğru irəliləyən Atabəy Şəmsəddin Eldəniz divinə çatdı. Divin şəhəri kül edilmişdi. Qarşısında isə Gürcü çarı 3-cü Georgi və Xaçlı ordusu var idi. Türkmən atlıları sürətlə hücuma keçdilər. Savaş başladı. Türk atlı oxçuları Gürcülərin ordusunu əzib keçdi. Gürcü ordusunun çarı güclə canını qurtardı. Bu ağır məğlubiyyətin ardınca yenidən güclənməyə çalışan Gürcülər Azərbaycana qisas yürüşünə çıxmaq niyyətində idilər. 1164-cü ildə Ani şəhərinə hücum etdilər. Şəhəri yağmalamağa başladılar. Amma Azərbaycan hakimi Atabəy Şəmsəddin Eldəniz özünü yetirdi və Gürcü ordusunu bir daha məğlub elədi. Eldəniz böyük oğlu Cahan Pəhləvanı Marağa hakimini bitirməsi üçün yolladı. Lakin Marağa hakimi Ağsunqur, Xilat hakimi Seyfəddin bəy Teymuru yardıma çağırdı. Səfdurud çayı sahilindəki savaşda Cahan Pəhləvan yenildi və Həmədana çəkildi. Atabəyin kiçik oğlu olan böyük sərkərdə Qızıl Arslan isə Marağanı tabe eləyə bildi. 1166-cı ildə bu qarşılıqdan istifadə edən Gürcülər Azərbaycana hücum elədilər. Talan və yığmağa başladılar. 1167-ci ildə Mosulu və Diyarbəkiri öz sultanına armağan edən Eldəniz sonra Xuzustan Xilata da tabe elədi. Artıq Atabəy Əl-Əzəm, yəni Böyük Atabəy Tiflis qapılarından İran körfəzinə qədər hökm eləyirdi. 1157-ci ildən yüksələn Xarəzmşah imperiyası isə artıq Atabəylərin torpağına hücuma başladı. Buna görə Eldəniz 1167-ci ildə Nişapura qədər gəldi. Çox güclü Xarəzmşahın Türk xaqanı İl Arslanla savaşa tutuşdu. Çox ağır savaş getdi. Heç bir tərəf qalib gəlmədi. Fəqət daha tez davranmış İl Arslan öncədən ələ keçirdiyi Nişapurda qaldı. 1169-cu ildə isə Rey hakimi İnanc xəyanət eləyərək İl Arslan tərəfə keçdi. Eldəniz bir daha ordusu ilə Reyə irəlilədi. Qarşısında birləşmiş Rey və Xarəzmşah ordusu var idi. Bundan öncəki savaşda uğursuzluğa düçar olsa da bu səfər olmayacaqdı. Var gücü ilə hücum eləyən Böyük Atabəy birləşmiş Rey və Xarəzmşah ordularını darmadağın elədi. İnanc isə bu səfər bağışlanmadı. Sıra Gürcülərdə idi. 1174-cü ildə Gürcüstana böyük səfər düzəltdi. Böyük Türk ordusu Gürcüstana çatana yaxın taun xəstəliyinə tutuldu. Ordunun çox qismi qırılsa da öc dolu lider yürüşə davam elədi və Gürcüstanı yağmaladı. Heç bir Gürcü ordusu onunla qarşılaşmağa cəsarət etmədi. 1175-ci ildə sevdiyi xanımı Möminə xatunun ölümündən sonra çox sarsılan Eldəniz onun şərəfinə Naxçıvanda Möminə xatun türbəsini tikdirməyə başladı. Amma türbənin hazır olduğunu heç vaxt görmədi. Çünki bir çox insana örnək olan bu ibrət dolu həyat xanımının ölümündən bir ay sonra bitdi. Böyük Atabəyin dövrü savaşlarla dolu olsa da, o həmçinin bir çox mədəni sahədə inkişaflara səbəb olacaq fəaliyyətlərə sahib olmuşdu. Məhz onun dövrü intibat dövrü kimi adlandırıla bilir. Memarlıq abidələrindən Yusif Küseyr oğlu türbəsini və Atabəylər memarlıq kompleksi və buna daxil olub bu günümüzə qədər çatan Möminə xatun türbəsini göstərmək olar.
Həmçinin Memar Əcəminin əsəri olduğunu unutmamaq gərəkdir. Eyni zamanda ölkə tibb və ədəbiyyat sahələrində də inkişaf etmişdir. Azərbaycan Eldənizin dövründə Orta Doğu üçün ən böyük taxıl anbarına çevrilmişdi. Eldənizin varisləri də yetərli qədər güclü şəxsiyyətlər olsa da, onların varisləri yetər qədər üstün olamadılar. Və Eldənizin bu dövləti 1225-ci ildə Türk Xarəzmşah Sultanı Cəlləddin Məngüberdi tərəfindən işğal edildi. Çətin, bir o qədər də möhtəşəm həyat yoluna sahib Böyük Atabəy Şəmsəddin Eldəniz gəlmiş keçmiş ən böyük Azərbaycan liderlərindən biri oldu və İslam tarixinin böyük məmlük savaşçılarından biri olaraq yaddaşlara əbədiyyən həkk oldu.